Salam. Hansı sığıqlar sağlamlığımızı məhv edir? Hamınızı xoş gördüm. Videolarımı bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Səhər yuxudan durduqda bir stəkan isti su içməklə günə başlamaq lazımdır. Səhər yeməyində təbii yağlardan istifadə etməklə gün boyu orqanizmi enerji ilə təmin etmiş oluruq. Səhərlər düzgün olmayan qidalarla qidalandıqda orqanizmin bioritmi, metabolizmi pozulur və piylənməyə səbəb olur. Səhər yeməyində 5 ən zərərli məhsul haqqında sizə məlumat vermək istəyirəm. Birinci sığıqlar. Ziyanlı sığıqlara manni, düyü sığığı və tez hazırlanan sığıqları göstərə bilərik. Xeyirli sığıqlar isə yulaf əzməsi və qarabaşaq əzməsidir ki, bunlara da quru meyvələrdən əlavə edib istifadə etmək olar. İkinci, səhər istifadə edilən ziyanlı məhsul kofedir. Mən kofe içilməsinin əleyhinə deyiləm. Kofe bir içki kimi yaxşı məhsuldur. Lakin təsəvvür edin ki, axşamdan səhərə kimi öd kisəsində öd toplanır və səhər tezdən ac qarnına kofe içdikdə bu ödün sürətli ifrazı baş verir və dəfələrlə belə hallar təkrar olunduqda artıq öd normada olduğu kimi 12 barmaq bağırsağa deyil, əksinə mədəyə qayıtmış olur ki, bu da reflüks xəstəliyinə və digər negativ hallara gətirib çıxarır. Səhər tezdəndən istifadə olunan ziyanlı üçüncü məhsul təzə çəkilmiş meyvə şirələridir. Təzə çəkilmiş meyvə şirələri qanda qlukozanın miqdarını çox kəskin artırmış olur. Dördüncü ziyanlı məhsul qatlaşdırılmış süd və emal edilmiş pəndirdir. Emal edilmiş pəndirin tərkibində olan fosfor orqanizmdə kalsiumun mənimsənilməsini bloklayır. Qatlaşdırılmış süd isə tərkibində aşırı şəkər olduğuna görə ziyanlıdır. Və ən nəhayət səhər istehlak olunan, istifadə etdiyimiz ən ziyanlı 5-ci məhsul emal edilmiş ət və ət məhsullarıdır ki, bura kalbasalar, səsiskalar və s. daxildir. Mən bunları ən ziyanlı məhsul hesab edirəm. Çünki bunların tərkibində çoxlu miqdarda kimyəvi tərkib olur, kimyəvi qatqılar olur və dadlandırıcılar olur və s. Və bunlardan da uzun müddət istifadə etdikdə onkologiyaya gətirib çıxarır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.